Salam əziz dostlar, qardaşlar, necəsiz? Hər il olduğu kimi bu ildə çəkiliş edirəm. Hər çəkilişdə də fərqli farsunkalarla çəkiliş edirəm. Yəni onların güclərini yoxlayıram. Bu dəfə yığdığım farsunka fərqli farsunkadır. Nəyə görə fərqlidir? Baxın, tam indi içərdən də göstərəcəyəm. Bu yağla işləyir, bax. Sulu yağdır. Bax. 1 amperlik, yəni ən zəif fandan işləyir. Əsas xüsusiyyət ondadır ki, bu farsunka tutulmur. Yəni necə tutulmur? Yəni 3-4 gündən bir biz onun için təmizləyirik. 3-4 gündən bir təmizləyirik. Bunu yanmayla baxın necə yanır dostlar. İspiraldır, qızdırır suyu. 25'lik ispiraldır. Görünürlər aldı. Su oradan dövr edir. Bax, heç bir isipası yoxdur. Görürsünüz, heç bir üstü vermir. Bax, yağ gedən yeri burayı. Bunu elə düzəltmişəm ki, çıxır. Əgər tutulsa birdən bunu çıxardıb təmizləmək mümkündür. 200'lük turbadan düzəldilir. Hər 3-4 gündən bir arada çıxardıb təmizləyirəm onu. Belə yağ qırıntıları qaldığına görə təmizləyirəm. İçəridə indi peçə baxarıq, görün necədir. Bu peçin içəri hissəsidir. Baxın uşaqlar. Bax, su burada dövr eləyir. Bura özü istip oldu, qızdırır. Haradasa 15 kvadratdır. Baxın. Görürsünüz, qəfadan qaynayır. Yemək də bişirmək olur. Hamam suyu kimi də istifadə olunur. Radiatorlara da gedir. Gedər radiatorlara da baxaq. Bax. 4 dənə bu radiatordandır. 4 dənə. Bir dənə də çubuğun radiatordur, bax. Bax dostlar, bax. Artıq yəli saxlama olmur. Bax, yandırır. Motor özü də relay ilə xoda düşür. Dərəcəyə qoymuşam. Hansı dərəcədə istəyirsən motor dövrəyə nasıl xoda düşür. İsti suyu qovur. Peçdə qızır. Və təzədən radiatorlara gəlir. Əgər peçi söndürürsəm, dövrəyə nasusda nə olur? Sönür. Bax, burada belə bir ölçü şkalası var. Asa 43 dərəcə istilik göstərir burada. Ölçən cihazım yoxdur deyə borunu qoymuşam. Bəlkə də artar. İndi qoydum, qalxdı o qədər. Kimin nə sualı olsa, qardaşlar, yazıb məndən soruşa bilərsiniz. Çox effektiv bir şeydir, yaxşıdır, nəticəsi var. Amma bir şərt var ki, düzgün yığılmalıdır. Farsunka əgər düzgün yığılmasa, o düz yanmayacaq. Artıq yağ işlədər, belə deyək, hiss verəcək. Yəni bunlar hamısı şərtdir. Çox sağ olun. Rəylərdə sizin mesajlarınızı gözləyirəm.